İlkin kütləvi təklif nə deməkdir? İnsanları, ictimaiyyəti həmin şirkətin bir hissəsi səhmdar olmağa dəvət edir. Hansı imkanlar var? Biz artıq bazarda ilkin özəl kütləvi təklifə başlamışıq. Səhmlər satışa çıxandan sonra bütün bazar sizi izləyir də. Paşabank olaraq biz korporativ idarə etmə sistemlərimizi daha da təkmilləşdirmişik. Əsas risklər nələrdir? Etibarıyla şirkətin bazar dəyərinin artmasına gəlib çıxardacaq. Yarışdan əvvəl hazırlaşmaq lazımdır. Bəli. Hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Studiyada İlqar Mehmanoğludur. Çox vacib, aktual və maraqlı bir mövzumuz var. Bank səhmlərinin ilkin kütləvi təklif üsulu ilə yerləşdirilməsindən sonraki dövr və bu mərhələnin həm bank və ya şirkət, həm də müştərilər üçün yaratdığı yeni reallıqlar. Əvvəla deyim ki, ilkin kütləvi təklif hər bir maliyyə institutu və ya şirkət üçün mühüm strateji addımdır. Amma proses təkcə səhmlərin bazara çıxarılması ilə yekunlaşmır. Əsas dəyişikliklər məhz bundan sonra başlayır. İdarəetmə modeli necə dəyişir, strategiya necə formalaşır, müştəri münasibətlərinə təsir nə olur? Bu və digər sualları Paşabankın Maliyyə İnstitutları şöbəsinin rəhbəri Mirsəyyad Mahmudov cavablandıracaq. Mirsəyyad müəllim, salam, xoş Salam gəldiniz. İlqar bəy, xoş gördük. Əvvəla soruşmaq istəyirəm, ilkin kütləvi təklif nə deməkdir? İlkin kütləvi təklif hər hansı bir şirkətin, qurumun öz səhmlərini ictimaiyyətə açıq formada, heç bir məhdudiyyət olmadan bütün investorlara təklif eləməsidir. Çox sadə dildə desək, şirkət öz səhmlərini insanlarla paylaşır və insanları, ictimaiyyəti həmin şirkətin bir hissəsi səhmdar olmağa dəvət edir. Bəs yaxşı, deyək ki, indiyənə qədər şirkətdə ilkin kütləvi təklif olmuyor və artıq şirkət öz səhmlərini satışa çıxarır. Müştərilər üçün nə dəyişir? Müştərilər üçün ilk öncə onu qeyd eləmək istərdim ki, ilkin kütləvi təklif zamanı, yəni bu terminologiyada IPO deyilir buna, 3 əsas hissəyə bölünür, 3 əsas fazaya bölünür. Pre-IPO, IPO və post-IPO fazaları. Və bu nə deməkdir? Artıq şirkət bu qərarı verəndə ki, o ilkin kütləvi təklifə çıxacaq, bu zaman artıq illər öncədən bu prosesə hazırlıq işləri başlayır. Şirkətin korporativ idarə etməsi, hesabatlılığı və idarəetmə prinsipləri artıq beynəlxalq qlobal standartlara uyğunlaşır. Və bundan sonra o səhmlərini ilkin kütləvi təklif üsulu ilə yerləşdirir. Yəni rəhbərlər oturduq, qərar verdik ki, sabahdan səhmləri sataq, belə alınmır da. Bu formada deyil, yəni bu illər öncədən başlanılan prosesdir. Yəni mən bunu öz bankımızın nümunəsində qeyd eləyə bilərəm ki, biz Paşabank olaraq ilk özəl kütləvi təklif qərarını verəndə, yəni və yaxud da ki, bu istiqamətdə düşünəndə belə, hətta biz bu illər öncədən bu proses başlayıb və Paşabank olaraq biz korporativ idarə etmə sistemlərimizi daha da təkmilləşdirmişik, hesabatlılıq üzərində işləmişik, şəffaflaşdırmışıq. Düzdür, bizdə bundan əvvəl də idarə etmə standartları, hesabatlılıq regulyator tərəfindən tənzimləndiyi üçün müəyyən bir səviyyədə idi, amma biz həmişə düşünürük ki, bunu daha yaxşısını eləyə bilərik və təkmilləşdirib bazara ən son məhsulu təklif etmək istəyirdik. Və nəticə etibarı olaraq şirkət üçün IPO-dan sonra nə dəyişdiyini soruşursunuzsa, əslində şirkət üçün IPO-dan əvvəl bir çox şey dəyişir. IPO-dan sonra dəyişən yeganə məsələ odur ki, siz artıq şirkət olaraq hər hansı bir qərarları verəndə yalnızca maliyyə göstəricilərini, mənfəəti düşünməkdən əlavə insanların, ictimaiyyətin buna necə reaksiya verəcəyini, əlbəttə necə reaksiya verəcəyini artıq düşünməyə başlayırsınız, onu da nəzərdən keçirirsiniz. Çünki sizin artıq şirkətinizin bazar dəyəri onun səhmlərinin təkrar bazarda olan, yəni IPO-dan sonraki dövrdə olan qiymətindən formalaşır. Və nəticə etibarilə maliyyə baxımından düzgün olan bir qərar ictimaiyyətdə bir başqa effekt yarada bilərsə, siz onu qabaqcadan öngörməlisiniz və bu qərarları verərkən mütləq şəkildə onu nəzərə almalısınız. Elə əslində o barədə sualım olacaqdı ki, ilkin kütləvi təklifdən sonra, yəni səhmlər satışa çıxandan sonra bütün bazar sizi izləyir də, belə deyək. Bəli. Həmin məqamlarda qərar vermə prosesində bir dəyişiklik olurmu, yoxsa elə ənənəvi qaydada davam edir bu? Ənənəvi qaydada davam edir açığı, amma əlavə olaraq, yəni ki, maliyyə baxımından şirkət ənənəvi olaraq öz biznes modelinə uyğun formada qərar verməni saxlamalıdır. Sadəcə olaraq əlavə olaraq ictimaiyyətin buna verə biləcəyi reaksiyanı nəzərə alıb
və onun doğrultusunda qərarlar verməlidir. Misal üçün, və bu qərarları verərkən, əgər ehtiyac varsa, ictimaiyyətə bu qərarın verilmə səbəbləri açıqlanmalıdır ki, insanlar da bu qərarların niyə verildiyini və bunun arxasında nə durduğunu və qərarın nəticəsində hansı məqsədə çatmaq istədiyimizi onlar bilsinlər ki, sonra onların ağlında başqa hər hansı bir manipulativ bir məqamlar olmasın və yaxud hər hansı bir digər traktovkada bunlar qəbul olunmasın. Düşünməsinlər ki, insanlar aldadılır da. Bəli. İlkin kütləvi təklifdən sonraki dövrdə əsas risklər nələrdir və hansı imkanlar var? Yəni ilkin təklifdən sonra əsas risk onsuz da bu səhmlərin təkrar bazarda olan qiymətin formalaşmasıdır. Və əsas risk də bu qiymət formalaşarkən qiymətin ilkin təklifdə olan qiymətdən aşağıya düşməsi, investorların sizin səhmlərə qarşı marağın itməsi. Bu da yalnız bir çox hallarda əsas buna səbəb olacaq məqam insanların şirkətə inamı və onun fəlsəfəsinə, onun strategiyasına güvənməməsi nəticəsində ola bilər. Bunun da qarşısının alınmasının əsas məqsədi investorlarla kommunikasiyanın düzgün qurulmasına ibarətdir və şirkətin belə deyək, idarə etməsində olan hər hansı bir boşluqlar və ya səhvlər olarsa, bu birbaşa olaraq risk yaradacaq. Üstünlüyə gəldikdə isə mən deyərdim ki, burada üstünlük bunun tam əksi olacaq. Siz bütün investorlarla kommunikasiyanı düzgün qursaz, şirkətin idarə etməsini sabit və davamlı şəkildə təmin edə bilsəz, bazarda sizə qarşı tələb artacaq, sizə qarşı inam artacaq. Bu da nəticə etibarilə şirkətin bazar dəyərinin artmasına gəlib çıxardacaq. IPO-dan sonraki dövrdə uğurun əsas şərti nədir? Şirkət bu mərhələni necə effektiv eləməlidir? IPO-dan sonraki dövrdə uğur əldə etmək üçün və uğurlu ola bilmək üçün siz IPO-dan əvvəlki dövrdə, pre-IPO dövründə bütün hər şeyi düzgün format etməlisiniz və hazırlıqlarınız tam olmalıdır. Yəni nəticə etibarilə IPO-dan sonraki dövrün planlaşması və uğuru sizin IPO-dan əvvəlki hazırlıqlarınıza bağlıdır. Qısaca desək, siz artıq korporativ idarə etmə standartlarını təkmilləşdirsəz, hesabatlıq düzgün olsa, şirkətin strategiyası düzgün şəkildə formalaşdırılıbsa, bu artıq IPO-dan sonraki dövrün uğurun bir növ təminatçısıdır. Və IPO-dan sonra bunlardan əlavə sizə yalnızca ictimaiyyətlə kommunikasiyanın düzgün qurulması və düzgün məlumatlandırma, şəffaf və dürüst yanaşma olardı deyərdim. Təşəkkür edirəm sizə. Bir sözlə belə deyək də, yarışdan əvvəl hazırlaşmaq lazımdır. Bəli. Vaxt ayırdığınıza görə sizə minnətdaram. Sizin bankın da bir sıra uğurlu layihələri olacaq. Sizə bu işlərinizdə elə uğurlar arzulayırıq biz də. Çox sağ olun, minnətdaram vaxt ayırdığınıza görə. Çox sağ olun. Sizin də qeyd etdiyiniz kimi biz artıq bazarda ilkin özəl kütləvi təklifə başlamışıq. Bu elan olunub və düşünürük ki, bizim uğurumuz digər bütün özəl şirkətlər üçün yeni qapılar, yeni üfüqlər açacaq. Sizə də bu fürsəti tanıdığınız üçün təşəkkür edirik. Təşəkkür. Belə, bank səhmlərinin ilkin kütləvi təklif üsulu ilə yerləşdirilməsindən sonraki dövr barədə danışdıq. Qonağım Paşa Bankın Maliyyə İnstitutları şöbəsinin rəhbəri Mirsəyat Mahmudov idi. Aparıcı isə mən idim, İlqar Mehmanoğlu. Sağ olun, sağlıqla qalın.